Diqqət, diqqət. Danışır Naxçıvan Radiosu. Salam, hər vaxtınız xeyir olsun dəyərli dinləyicilər. Sizi bu gözəl gündə, dünya Azərbaycanlılarının həmrəyliyi günündə salamlayıram və qarşıdan gələn 2026-cı il yeni il münasibətilə hər birinizi ürəkdən təbrik edirəm. 2025-ci ilin son ədəbiyyat saatı proqramını sizə təqdim etmək istəyirəm. Bu həm də nəğməli ədəbiyyat saatıdır. Çünki bu gün təqdim edəcəyim nəğmələrin müəllifi olan bir insandır. Verilişimiz şair, publisist, Tərəqqi medalı laureatı Nəsibə İsrafil qızının yaradıcılığına həsr olunub. Bugün Nəsibə xanımın doğum günüdür həm də. Qədim Vedi mahalında dünyaya göz açan Nəsibə xanımı talih hardan haraya sürükləyib. İnsanlar onu nə qədər sevsə də özünü bu yurdun gözdən uzaq düşmüş bir parçası kimi qərib sanıb həmişə. Tanışlığımızdan qısa zaman keçməsinə baxmayaraq sanki illərin doğması kimi istədib özünü. Biz də istədik ki, onun ad günündə, bu bayram günündə vətən ruhlu şeirləri, dillər əzbəri olan nəğmələri ilə təbrik edək. Buna müəllif kimi onun haqqı da var. Yaradıcı insanlar sənətlərinin bəhrəsini gördükcə, zövqünü yaşadıqca daha da xoşbəxt olurlar. Bir də onu qeyd edeyim ki, insan kitab kimidir. Oxuduqca kitabları, ünsiyyət qurduqca insanları tanıyırsan, bələd olursan. Kimliyini, hansı məqsəd məramda olduğunu və daxilən, ruhən, nəyə kökləndiyini bildikcə münasibətlərdə də heç bir əngəl, maneə olmur. El insanlarda var ki, elə ilk səhvəsindən məzmunu bəlli olan kitablar kimi, elə ilk görüşdən də ürəyinə yatır. Onunla həmsöhbət olmaq maraqlı tarixə çevrilir. Şairə, publisist Nəsibə İsrafil qızı da məhz elə belə insanlardandır. Canında, qanında vətən, millət sevgisi olan bu xanım həyat və yaradıcılığını da bu istiqamətdə kökləyib. Vətənpərvər xanım kimi hər zaman el obasına, millətinə bağlı insandır. Uzun illərdə həsrət qaldığı doğma ocaqlara, ata-baba torpaqlarına qovuşmaq ümidi ilə yazıb yaradır. Onun Vedimə qaytarın, Vedimə məni şeiri şairin həsrət nəğməsinə çevrilib. Nəsibə xanım deyir ki, hanı o bağçalar, hanı o bağlar, hanı o dərələr, hanı o dağlar, xəyala dönübdü bəxtəvər çağlar. Vedimə qaytarın, qaytarın məni. Qəriblik könlümü yamanca üzür, naşlar hüsnümü qıyqacı süzür, ürəyim niskilə hekayət düzür. Vedimə qaytarın, qaytarın məni. Qorqud qopuzunu orada çalıbdı, xoş günüm, gülzarım orada qalıbdı, yağılar vedimi məndən alıbdı. Vedimə qaytarın, qaytarın məni. Qaytarın yolundan, izindən öpüm, saralmış çölündən, düzündən öpüm, məzar daşlarımın üzündən öpüm. Vedimə qaytarın, qaytarın məni. Oxucum, gözlərim toralıb dərddən, nə qədər yazarlar acı həsrətdən. Dağılıb evimiz, uçub asarım, təsəlli yerimdir, vedi basarım. Uşaqlaşım, çilingağac oynayım, tay tuşumla deyim, gülüm, qaynayım, istəmirəm hey yaramla oynayım. Vedimə qaytarın, vedimə mənim. İnşallah Nəsibə xanım, biz tezliklə o günü də görərik. Vedidən, Dərələyizdən, Qərbi Azərbaycandan didərgin düşmüş doğma yurttaşlarımızın, elə sizin də o torpağa köçən gününüzə şahidlik edəcəyi tezliklə inşallah. Dəyərli dinləyicilərimiz, qeyd etdiyim kimi telefon bağlantısı edəcəyik Nəsibə xanımla. Hal-hazırda telefon xəttindədir Bakıdan. Xoş gördük Nəsibə xanım, sizi Naxçıvan Radiosundan salamlayırıq. Salam Təranə xanım, gününüz xeyirli uğurlu gəlsin. Salam əziz dinləyicilər, hər birinizi xoş gördük. Əzəmətli Naxçıvan torpağına müsahibə vermək mənim üçün çox xoşdur. Hər birinizi salamlayıram, bağrıma basıram və qarşıdan gələn yeni iliniz mübarək olsun deyirəm.
Bəli, biz də sizin həm yeni ilinizi, həm də dünya azərbaycanlılarının həmrəylik gününü, bu gün sizin həm də doğum gününüzdür. Nəsibə xanım, doğum gününüzü təbrik edirik. Yəni hər zaman sağlam olun, yaşayın, yaradın. Təranə xanım, mən belə bu cümlələri sizdən eşidəndə çox həyəcanlanıram. Televiziyalarda çox olmuşam, müsahibələr çox vermişəm. Amma bu Naxçıvan adı gələndə mənim ruhumun qida mənbəyidir də. Yəni mənim çox sevdiyim bir məkandır. Həqiqətən mən sizə təşəkkür eləyirəm ilk öncədən ki, Naxçıvan radiosu mənim doğum günü münasibətilə belə gözəl bir işə imza atıbdı. Ələn sizə Təranə xanım minnətdaram və bütün kollektivinizi salamlayıram. Bakıdan qucaq dolusu sevgilərimi göndərirəm sizə. Zəhməti keçən hər kəsə, radionun rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Allah sizdən razı olsun. Təşəkkür edirəm Nəsibə xanım. Hal-hazırda bizim, yəni səs rejissorumuz Arzu xanım da sizi dinləyir və bizim bu verilişi ərsəyə gətirənlərdən biri də Arzu xanımdır. Təşəkkürlərdən ona da çatır. Yəni siz elə ümumilikdə dediniz. Çox sağ olun təşəkkürləriniz üçün. Elə siz Naxçıvandan başladınız. Mən də Naxçıvan haqqında bir sual ünvanlamaq istəyirəm sizə. Sizi bu qədim Nuh yurduna, Naxçıvana hansı hisslər bağlayır? Hərdən fikirləşirəm ki, bəlkə Naxçıvandan, dağların o üzünə boylananda dərələyizi, vedini görürük. Və siz də yəqin ki, buna görə Naxçıvan özünə doğma bilirsiniz, yoxsa başqa bir səbəb mi var? Buyurun. Təranə xanım, sözün açığı biz verilişimizdə bu köyrək notlarla başlamağımızı istəməzdim, amma maalesef həqiqət gözəllikdir. İnsan gərək düzünü deməyi bacarsın. Mənim Naxçıvana sonsuz sevgim var. Səbəbini açıqlayım, bəlkə biraz kövrəlirəm, üzr istəyirəm. Mən Vedibasar qızıyam və bilirsiniz ki, Vedibasarla da Naxçıvan arasında bir balaca bir sərhəd var idi. Bəli. Sədərəkdən. Biz Naxçıvana o sərhədlə gedib gələrdik. Təbii ki, gedib gələndə bizim sənədlərimiz yoxlanardı. Amma elə oldu ki, 88-ci il hadisələrində, mən onda 6-cı sinifdə oxuyurdum. Bizim yaşadığımız o müsibətləri eşidən kimi Naxçıvan Sədərək yolunu açdı və o açılan yoldan bizim cəmaatımız üz tutdu Naxçıvana. Bəli. Və o Naxçıvana üz tutan insanlardan biri də mənim atam, bizim ailəmiz idi. Bəli. Biz Sədərək postu deyirdik o zaman. Sədərək postunu keçəndən sonra biz elə bildik ki, ikinci dəfə dünyaya gəldik. Və o məkan təkcə bizə deyil, mən sizə onu deyim ki, 18-ci ildə, 48-ci ildə, 56-da Qərbi Azərbaycan torpaqlarında əziyyət çəkən, o vaxt Abbasqulu bəy Şadlinskinin vaxtında ağrılarla, acılarla yaşayan insanlar dara düşdükdə üz tutduqları Naxçıvan torpağı idi. Bəli. Yəni bu təkcə 88-də deyildi. Ona görə də mən elə bilirəm ki, biz 50-licə Naxçıvanı sevdik. Naxçıvan, insan dost deyir, belə bir sözümüz var bizim, dost dar gündə tanınar. Bizə dar gündə qucaq açan Naxçıvanın haqqını bizlərdən heç birimiz unutmuruq. Biz gəldik Naxçıvana, məndən balaca bir bacım var idi, biz məktəbli idik. Biz Naxçıvanda bir müddət yaşadıq. Və Naxçıvanı bizə o zamanlar mənim qardaşım da orada yaşayırdı, evli idi, ailəli idi, balaca uşaqları var idi. O öz uşaqları ilə bərabər bizi də Naxçıvanı gəzdirirdi. Mən Qızlar bulağını, mən Batabatı, nə bilim hansını sayım. Belə o qədər gözəl məkanları var ki Naxçıvanın, deməklə qurtarmaz. Ordubadın hər bir güşəsini biz gəzdikcə, gördükcə biz o məkanları sevdik. Biz neçə gün orada məktəbə getdik. Sənədlərimiz biz olmadığı üçün biraz bu məktəbdə olduq. Ondan sonra o bir məktəbə bizi köçürtdülər. Belə və sonradan biz oradan çıxdıqsa da, biz gəldik Füzuli rayonuna, orada yerləşdiksə də Naxçıvanın ilk bizə qucaq açmağı, o torpağın əzəməti mənim həyatımda iz buraxdı. Və mən Abbasqulu bəy Şadlinski haqqında poema yazanda orada xüsusi bir güşə ayırdım. Naxçıvana, Sədərəyə, Şərura, Şərurlu qızına, bilmirəm necə deyim sizə, yəni ürəyim doludur bir poemanın mövzusunu danışmaq ağır gələr bu verilişdə. Amma yəni bütün yaradıcılığımda mən Naxçıvana böyük yer ayırdım. Ələl xüsusda mən bir kitab yazdım Naxçıvan haqqında və kitabda əsasən Nehrəmdən söhbət gedirdi. Amma mən Nehrəmə çatmamış, öncə Naxçıvanın əzəmətindən, torpağından başladım və sonra gəldim Nehrəmdə dayandım.
Və Naxçıvanın əzəmətindən, füsunkarlığından, gözəlliyindən bəhs edən bir şeiriniz olmalıdır. Bəlkə onu səsləndirəsiniz. Bir yox, Təranə xanım, mən dinləyicilərimizə bir neçə şeirimi oxuya bilərəm, amma yeri gəlmişkən Naxçıvan torpağı adlı şeiri istəyirəm dinləyicilərimiz dinləsinlər. Buyurun, buyurun. Naxçıvanın uludur, yolu Təbriz yoludur. Yoluna qurban olum, gül çiçəklə doludur. Uludur torpağın, uludur daşın. Qədimdir tarixin, bilinmir yaşın. Nələri görməyib, nələri başın. Cahanın yaşıdır qədim Naxçıvan. İgid oğulların mətindən mətin, aləmə səs salıb namus qeyrətin, Tanrıdan verilib sənin sərvətin, hüsnünə can qurban dedim Naxçıvan. Əshab-ı Kəhf ən müqəddəs ocağın, din imandır hər bir küncün bucağın, Tanrı məkanıdır isti bucağın, Allah deyən ağzım, dilim Naxçıvan. Çörək töküb Teymurləngin başına, utandırıb zəhər qatdın aşına. Əsrlər də bəs eyləməz yaşına, sənsən mənim məğrur elim Naxçıvan. Nəğmə olub adın düşüb hər dilə, bülbül kimi vurulmuşam sən gülə. Gözəl olur səndə bahar, qış belə, axan çayım, coşan selim Naxçıvan. Hər daşında əcəminin izi var, əlincənin bükülməyən dizi var. Sussa belə gəmi qaya, sözü var, sənsən mənim ana dilim Naxçıvan. Naxçıvan torpağı əzəməti ilə dünyada tanınıb bu yurt, bu mahal. Hər daşı divarı söyləyir sanki, aləmi dolan gəz, ancaq burada qal. Bu Cavid yurdudur, Heydər yurdudur, Möminə xatının ər qalasıdır. Bayrağa sarılan məğrur ordudur, qərblərdə döyülən nər qalasıdır. Ruzi bərəkətdir torpağı, düzü, dərdlərə dərmandır suyu, havası. Tanrı yetiribdir bərəkət, ruzu, tarixdən namədir hər bir qalası. Ta qədim zamanda, ta qədim vaxtda, əl-ələ veribdir Təbriz, Naxçıvan, ərlik libasıyla oturub taxta, nəğmələr qoşubdur nəqşinə cahan. Bir vaxt karvan yolu buradan keçib, hər gələn hüsnünə olubdur heyran. Bəylər xanımları buradan seçib, şəninə söz deyib natavan, heyran. Nəsibəyəm, sevdim səni ana tək, ruhumda gəzdirdim məhəbbətimi, bağrına basmısan məni bala tək, tarixlər yazacaq sədaqətimi, tarixlər yazacaq sədaqətimi. Nə gözəl Nəsibə xanım, nə gözəl şeir yazmısınız bizim bu doğma Nuh yurduna, Naxçıvanımıza. Dilinizə, ürəyinizə sağlıq. Çox təşəkkür edirəm. Mən istərdim bu şeirin ardından sizin Naxçıvanla bağlı gözəl mahnınız var. Sözlərinizə bəstələnmiş, onu səsləndirək, sonra söhbətimizə davam edək. Coşan selim
sənin bilinmir yaşım. Nələri görməyib, nələri başım. Cahanın yaxşıdır qədim Naxçıvan. Nələri görməyib, nələri başım. Cahanın yaşıdır qədim Naxçıvan. İgid oğulların mətinlər mətin, aləmə səs salır namus qeyrətin. Tanrıdan verilib sənin sərvətin, hüsnünə can qurban dedim Naxçıvan. Tanrıdan verilib sənin sərvətin, hüsnünə can qurban dedim Naxçıvan. Nəsibə xanım, şeirlərinizin birində mən xoşbəxtəm, qismətimi ulu Tanrı özü yazıb deyirsiniz. Siz həqiqətənmi xoşbəxtsiniz və xoşbəxtliyinizi hansı duyğulara bağlayırsınız? Təranə xanım, ilk öncə onu deyim ki, biz hamımız bilirik, elliklə bilirik. Bütün Türk dünyası bilir, bütün yer üzü bilir ki, biz 30 ildir hansı ağrıları, acıları yaşadıq. Təbii ki, şəhidi olan ölkənin, qazisi olan ölkənin, şəhid analarının qara geyimini görən gözlərin, ürəklərin heç vaxt xoşbəxtliyi ola bilməz. Bizim hələ illər boyu, əsrlər boyu ağrılarımız, acılarımız davam eləyəcəkdir. Biz şəhidimizi unutmuruq, unutmarıq da. Mənim yaradıcılığımın demək olar ki 80%-i şəhidlərimizə, qazilərimizə həsr olunubdur. İnsanlarımızın ağrılı, acılı taleylərinə həsr olunubdur. Amma belə bir söz var ki, nə olur olsun biz dik durmalıyıq, düşmanlarımız sevinməsin deyə biz ən azından elə öz ailəmizdən başlayıb cəmiyyətimizə bir sevinç bəxş eləməliyik. Ən çox da mənə elə gəlir ki, sənət adamlarıdır, Azərbaycanımızı dünyada təmsil edən, yaradıcı insanlardır, yazıçılardır, şairlərdir, polislərdir, qələm əhli. Eləcə də mətbuatdır, televiziyadır, radiodur. Biz ağrımızı, acımızı bağrımıza basıb xoşbəxt görünməyə çalışmalıyıq. Çalışırıq da biz ayağa durmağı bacaran xalqıq. Təbii ki, xoşbəxtlik nisbidir, bir an gəlir, bir an gedir. Bunu hamımız bilirik. Nə xoşbəxtlik əbədidir, nə göz yaşı əbədidir. Bir gün doğulan, bir gün dünyanı tərk eləyir. Bu həyatın qanunlarından biridir. Mən xoşbəxtəm demişəm. Nədən demişəm? Ona görə ki, illər sonra ağrılarla, acılarla biz zəfər qazandıq. Biz zəfər əldə etdik. Zəfərimizə mahnılar yazdıq, zəfərimizə şeirlər yazdıq, dastanlar qoşduq, kitablar çıxartdıq, cirit-cirit, qalaq-qalaq. Biz zəfərimizin 5 illiyini qeyd elədik. Ona görə də mənə elə gəlir ki, hər bir kəs mən xoşbəxtəm deməyi bacarmalıdır. Əgər 30 ildən sonra biz zəfər əldə etdiksə, deməli biz xoşbəxtik. Tanrı bizim prezidentimizi qorusun. Tanrı bizim əskərlərimizi qorusun. Allah şəhidlərimizi rəhmət eləsin. Qazilərimizə can sağlığı arzulayıram. Şəhid analarımıza ayaqda durmağı, qaradan çıxmağı arzulayıram. Və xalqıma sevinç, sevgi arzulayıram. Mən bir şeir yazmışam. Əgər o şeirə söz-söz, misra-misra diqqət yetirsəniz, indi sizin üçün onu ifa eləyəcəm. Görəcəksiniz ki, mən hər bir ağrının, acının içərisindən, hər bir qaranın içərisindən bir qırmızı qızıl gül qoparıb mən xoşbəxtəm demək istəmişəm. Bir anlıq olan bir məfhumdur. Buyurun, Nəsibə xanım. Mən xoşbəxtəm. Qismətimi ulu Tanrı özü yazıb. Taleyimdən həsrətləri, hicranları, gecələri əldən alan acıları, ürəyimi parçalayan ağrıları fəsil-fəsil, zaman-zaman özü pozub. Qismətimi ulu Tanrı özü yazıb. Mən xoşbəxtəm. Yerlə göyün arasında bəxtiyaram. Tanrı əl üstümdədir axşam, səhər, ağlayanda qoymur boğsun məni qəhər. Bağa dönür əlimdəki acı zəhər. Sızıldanır məsum könlüm, qanlı yaram, yerlə göyün arasında bəxtiyaram. Mən xoşbəxtəm. Ürəyimdə məskən salıb ismətlə ar. Nadanların şər üstündə töküb gözün, boğazında yarım qoyub böhtan sözün. Tanrı deyir danışmamış sözü çözün. Yalan üstə, şər üstündə cəzanız var. Ürəyimdə məskən salıb ismətlə ar. Mən xoşbəxtəm.
Sevən qəlbim duyan ruhuma kənizdir. Qayalara dəyən könlüm ləngər vuran, eşq yolunda dalğalanıb coşub duran, qağaylar qanadından yelkən quran, şahə qalxan mavi gözlü bir dənizdir. Sevən qəlbim duyan ruhuma kənizdir. Mən xoşbəxtəm. Varım, mülküm, söz xəzinəm könlümdədir. Könlümdədir doğru yolum, görən gözüm. Ürəyimdən süzüb gələn şirin sözüm. Tanrı verən qeyrət, mərdlik, şüur, dözüm. Mən bilmərəm pislik, nifrət, bədlik nədir. Varım, mülküm, söz xəzinəm könlümdədir. Mən xoşbəxtəm. Bugün əgər varamsa, səadətə yaramsa, talib onu geyirəm. Bəxtiyaram deyirəm, şükürlər eyləyirəm. Ürəkdən söyləyirəm, mən xoşbəxtəm. Məni sevən əzizlərim, bilmirəm ki, indən belə öləcəmmi, qalacaqmı? Yerdən, göydən ilhamımı alacaqmı? Şirin-şirin xəyallara dalacaqmı? Tanrı yazan taleyimdir, bilmirəm ki, nə yazdısa razılaşdım. Bilmirəm ki, taleyimə qocaq at, deyirəm ki, mən xoşbəxtəm. Mən xoşbəxtəm. Həmişə xoşbəxt olun Nəsibə xanım. İnsan dərdini, acısını yaşadığı kimi xoşbəxtliyin də yaşamağı bacarmalıdır. Bu həm də bir vətənə, bir xalqa aid olan bir şeydir. Biz dərdimizi, acımızı hər zaman yaşamışıq, yaşatmışıq. Necə dediniz, şəhidlərimizi də yaşadırıq. Amma xoşbəxt günlərimizi də yaddaşımızda, xatirimizdə yaşatmağı hər zaman bacarmalıyıq. İnsan, necə deyirlər, xoşbəxt olmasa həyatın dadı olmaz, həyatın zövqünü yaşaya bilməz və bu xoşbəxtliklər hər zaman sizə nəsib olsun deyirəm. Sizə onu qeyd eləyim, əziz dinləyicilər. Hal-hazırda mən xoşbəxtəm. Nədən xoşbəxtəm sizə deyim. İnsan biri var vətən, biri var ana vətən. Bunlar fərqli-fərqli bir şeylərdir, gözəl bilirsiniz. Mənim Türk dünyasında olan bir çox, Türkiyəmizdən olan bir çox radiolarda, televiziyalarda mahnılarım səslənib, haqqımda gözəl çıxışlar olub, müsahibələrim olub. Amma bugün məni xoşbəxt edən məhz Naxçıvan radiosu oldu. Mənim doğum günümə ən gözəl hədiyyə oldu. Naxçıvan radiosunun mənə bu böyük hörməti, bu böyük sevgisi içdən məni mutlu elədi. Bu gözəl günü, bu gözəl anları mənə yaşadırsınız. Xoşdur Nəsibə xanım. Olsun, bugünkü xoşbəxtliyinizi də, üzündəki təbəssümü də, o gözəl simanızdakı təbəssümü də Naxçıvan radiosunun adına yazırıq. Yəni biz də xoşbəxtik ki, sizin kimi səmimi bir insanla, səmimi ziyalı xanımımızla, nəğmələr müəllifi bir xanımımızla bu gün söhbət edirik və son bir sual vermək istəyirəm. Çünki sizin nəğmələrinizə verilişdə yeri ayırmaq istəyirəm daha çox. Yəni ona görə də son sualımı qısa cavablandırsanız daha xoş olar. Demək, hal-hazırda hansı şeirləriniz üçün musiqi yazılır? Çünki sizin saysız hesabsız şeirlərinizə musiqilər, nəğmələr yazılıb, bir-birindən gözəl. Bilmirsən ki, hansını verəsən və çox gözəldir hamısı. Buyurun. İlk öncə onu qeyd edeyim ki, mənim Turan Odası adlı mahnımı da Naxçıvan torpağının yetirməsi, dünya şöhrətli sənətkarımız, Azərbaycan Respublikasının xalq artisti Samir Cəfərov ifa eləyibdir və bütün Türk dünyasında səslənibdir. Mən sizi necə sevməyim Təranə xanım, mən Naxçıvanı necə sevməyim və mənim ilk mahnımı, Türk oğlu mahnılarımdan ilk yenicə yaradıcılığa başlayanda təbii ki, Lütfiyə Limanovla diskimiz oldu, amma ilk mahnılarımdan birini də Azərbaycan Respublikasının əməkdar artisti Naxçıvan torpağının yetirməsi Nuriyə xanım Hüseynova oxuyubdu. Bəli. Mahnının adı Türk oğluydu və bütün Türk dünyasında o mahnını sevdirdi. O ki, indi deyirsiniz yeni mahnılarımız, yeni mahnılarından hal-hazırda iki mahnım Azərbaycan və Özbəkistan Respublikasının xalq artisti Güyana xanım tərəfindən hazırlanır, bəstəkardadır. Biri Qurbanam ana, biri isə vətənpərvər mövzudadır və bizim bölgələrimizə yeni mahnılarım gəlir. Qubatlım Azərbaycan Respublikasının xalq artisti Gülyaz xanım Məmmədovanın ifasında. Ağcabədi mahnım çox indi yenicə bir neçə gündə işıq üzü görüb Şəmkir, gözəl Şəmkirim. Bəli, bəli. Bölgələrimizdə mahnılarımız var. Beyləqan, Səbirabad, Qubatlı, bilmirəm də indi necə deyim sizə.
Azərbaycanımızı vəsf eləməyə çalışırıq. Çünki illər boyu 44 günlük müharibədə 44 mahnı ariyərsiyə gətirdim. Hər biri efirlərdə səsləndi. O zaman biz xalqı birliyə, döyüşə, sevgiyə səsləyirdik. Əlbir olmağa, zəfərə səsləyirdik. Artıq bizim zəfərimizin 5 ili tamam oldu. İndi zaman-zaman bir balaca mövzularımızda dəyişiklik eləyirik. İnşallah ki, yeni mahnılarımız işıq üzü görər və sizin də o gözəl, o sevimli, cana yatan radionuza göndərərik. Dinləyicilərimiz yeni mahnılarımızdan tanış olar. İnşallah Nəsibə xanım, çox sağ olun. İcazə verin bir şey də qeyd edeyim. Buyurun, buyurun. Yəni içim, vicdanım rahat olsun deyə bir çox mahnılarımın aranjmantısı da bəlkə qəribə gələcək sizə. Bu sevgi hardandır sualının cavabıdır. Bizim hamımızın sevimlisi, bəstəkar, aranjmançı Fəraim Sadiqdir. Fəraim Sadiq də Naxçıvan torpağının yetirməsidir. Bəli. Bilirəm, bəlkə də bu səsimi radioya vermək istəməzsiniz, yenə məsləhət sizindir. Mən hal-hazırda Bakı şəhərində Naxçıvanların binası deyilən bir binada yaşayıram. Bunu rejissorunuz da eşitdin. Mən bu Naxçıvanlılardan o qədər böyük sevgi, məhəbbət, istək görürəm ki, yəni həqiqətən də bu sevgi heç bir çərçivəyə sığmaz. Mən sizə böyük sevgilərimi göndərirəm. Çox sağ olun Nəsibə xanım. Yəni bu sevgi dolu səsinizi biz də sevdik. O səsinizdən qaynaqlanan o qəlbinizi, ruhunuzu biz də sevdik. Sizə həyatda möhkəm can sağlığı arzu edirik. Neçə illər yaşasanız da arzularınızın hər zaman gerçəkləşməsinin şahidi olaraq yaşayasınız və sizə bol-bol uğurlar arzu edirik. Gözəl nəğməli şeirlər yazın ki, xalqımız sizin o nəğmələri dinləyib bir daha sizin xoşbəxt missiyanıza şahid olsun. Təşəkkür edirik. Əziz Naxçıvanım, qurbanam qeyrətinə, salıbsan heyrətinə. Adına dastan yazdım, layiqdir hörmətinə, layiqdir hörmətinə. Çox sağ olun Nəsibə xanım. Təşəkkür edirəm. Sağ olun, öpürəm sizi Təranə xanım, çox sağ olun. Üç renk bayrağım, dünyanı dolaşır üç renk bayrağım. Üstünde ay ulduz ruhum ayağım, üstünde ay ulduz ruhum ayağım. Həqiqət düzlüktür sənin dayağın, sinəsi Gülistan Azərbaycanım. Sənə qurban can Azərbaycanım, sinəsi Gülistan Azərbaycanım. Sənə qurban can Azərbaycanım. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ey ana vətən Azərbaycansan. Ocağım ana vətənim, müqəddəs ocağım ana vətənim. Daima borcluyuq sana vətənim, daima borcluyuq sana vətənim. Böylən ürəksən cana vətənim, sinəsi Gülistan Azərbaycanım. Sənə qurbandı can Azərbaycanım, sinəsi Gülistan Azərbaycanım. Sənə qurbandı can Azərbaycanım. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ey ana vətən Azərbaycansan. Səni boğulmazın əzəldən yaranmışsan. Düz ildardan, düz əldən
Azərbaycanım, sənə qurbandır can Azərbaycanım. Sinəsi Gülüstan Azərbaycanım, sənə qurbandır can Azərbaycanım. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Ruhumda cansan, damarda qansan, ey ana vətən Azərbaycansan. Doğma vətənin Azərbaycansan. Bəli, artıq deyə bilərik ki, şairin Qarabağ nəğmələri vüsalına yetib. Qarabağ azad olub, indi hər qələm sahibi kimi Nəsibə xanım da zəfər nəğmələri yazır. Amma doğma vedimiz hələ də bizim yolumuzu gözləyir. Nəsibə xanımın yazdığı qəlb çırpıntıları, ülvi hisslərin təcəssümü olan şeirləri bir çox mahnıların mətninə çevrilir. Bəstəkarlar Nəsibə İsrafil qızı yaradıcılığına müraciət etdiyi kimi, müğənnilər də sevə-sevə həmin mahnıları ifa edirlər. Onun ilk iş birliyi Azərbaycanın, eləcə də o vaxt SSR-nin xalq artisti Lütfiyar İmanovla başlayıb. O Nəsibə xanımın sözlərinə yazdığı və ifa etdiyi 3 Çiçək mənəm, Barışacaqsan və Müəllim mahnılarını vaxtilə buraxdığı albomuna daxil edib. Hal-hazırda o albomlar Nəsibə xanımın arxivindədir. Dünya şöhrətli sənətkarımızın ifasında Nəsibə xanımın öz müəllimi, sinif rəhbəri Qətibə xanıma həsr etdiyi Müəllim şeirinin sözlərinə bəstələnmiş mahnını elə səsləndirmək istəyirik. Bu gözəl mahnı ilə bütün müəllimləri, müqəddəs peşə sahiblərini, dünya azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirik. Mahnımızı eşidək. Baxışları duyan olubsan, yolumuzda bir şam kimi yanıbsan, attığım addıma həyan olubsan, minnətdaram ömrümü boyu müəllim, minnətdaram ömrümü boyu müəllim, can müəllim. Evdən çıxıb sənə qucaq açardım, pıçıldaşıb bəzən dərsdən qaçardım, hər gün hər an sənlə doğmalaşardım, minnətdaram ömrümü boyu müəllim, minnətdaram ömrümü boyu müəllim, can minnətdaram ömrümü boyu müəllim, minnətdaram
canım müəllim, gözüm müəllim. Elə Nəsibə xanım öz müsahibəsində də qeyd etdi ki, bizim həmyerlimiz əməkdar artist Nuriyə Hüseynovanın ifa etdiyi Türk oğlu mahnısı bütün Türk dünyasının himninə çevrilib. Daha sonra bu işbirliyi xalq artisti Gülyanaq Məmmədova ilə davam etdirir və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr etdiyi Mübarək Qadın adlı şeirinə yazılan mahnı isə bir çox dinləyicinin ürək sözlərinə çevrilib. İstərdim elə Mübarək Qadın mahnısını eşidək və Azərbaycanın birinci xanımının timsalında bütün Azərbaycan qadınlarının hər iki bayramını, dünya Azərbaycanlılarının həmrəylik gününü və yeni ilini təbrik edirik. Səni ana yurdun Şəhriyar qızı, vətən göylərinin parlaq ulduzu, məramın ucadır, könlün imanlı, dilin dualıdır, əlin Quranlı. Bu el baba sənə heyrandır, heyran, yalnız sənə heyran. Adım varım, əzəldən yaranıbdır mehriban. Sənlə birgə qarşımızda nurlu günlər var, əsalətdən, zərafətdən bu millət anlar. Sənlə birləşmiş inan bütün bu duyğular, nə yaxşı bu millətin mehribanı var. Sənlə birgə qarşımızda nurlu günlər var, əsalətdən, zərafətdən bu millət anlar. Sənlə birləşmiş inan bütün bu duyğular, nə yaxşı bu millətin mehribanı var, nə yaxşı bu millətin mehribanı var. Sən xalqın, millətin anası oldun, dərdinə, oduna yanası oldun. Cənnət müjdəsidir mehriban adın, amalı, əməli mübarək qadın. Bu el baba sənə heyrandır, heyran, yalnız sənə heyran. Adım varım, əzəldən yaranıbdır mehriban. Sənlə birgə qarşımızda nurlu günlər var, əsalətdən, zərafətdən bu millət anlar. Sənlə birləşmiş inan bütün bu duyğular, nə yaxşı bu millətin mehribanı var. Sənlə birgə qarşımızda nurlu günlər var, əsalətdən, zərafətdən bu millət anlar. Sənlə birləşmiş inan bütün bu duyğular, nə yaxşı bu millətin mehribanı var, nə yaxşı bu millətin mehribanı var. Xalqa ilham verir ilhamlı günlər, sizə alqış deyir milyonlar, minlər. Tale bu torpağa nə xoş can yazır, nə xoş bəxtimizə mehriban yazır. Millətə ağ yoldu məsləkin adın, ey müqəddəs ana, mübarək qadın. Cənnət müjdəsidir mehriban adın, amalı, əməli mübarək qadın.
Nəsibə xanımın şeirləri Azərbaycan hüdudlarından kənarda, xüsusilə qardaş Türkiyədə sevilərək səsləndirilir. 15 kitab və 100-ə yaxın mahnı müəllifi olan Nəsibə İsrafil qızı şeirlərinin bir qisminə özü musiqi bəstələyir. Tez-tez qazi və keçmiş döyüşçülərlə görüşən Nəsibə İsrafil qızı bu görüşlərin ona yeni ruh, nəfəs verdiyini xüsusi vurğulayır. 44 günlük Vətən müharibəsindəki şanlı zəfərdən sonra onun ən çox səfər etdiyi yerlər işğaldan azad edilmiş ərazilərdir. Şuşada, Cıdır düzündə qəhrəman oğullar qarşısında şeirlərini səsləndirən müəllif bütün bunlardan qürur duyduğunu və onu yeni yaradıcılıq uğurlarına həvəsləndirdiyini bildirir. Və elə mübarəkdir zəfərin mahnısını Azərbaycanın əməkdar artisti Təranə Vəlizadənin ifasında istərdik ki, siz də eşidəsiniz. Ulduzuma ahuş açan ayımdır, mavi sema gurur çeken boyumudur. Babam Qorqud o zalimdir, soyumudur. Gülür vətən, gülür kəndim, şəhərim. Mübarəkdir, mübarəkdir zəfərim. 44 günlük qəhrəmanlıq dastanı heyran edib el obanı dünyanı. 44 günlük qəhrəmanlıq dastanı heyran edib el obanı dünyanı. Azərbaycan qələbənin ünvanı, Azərbaycan qələbənin ünvanı. Öndə durub təmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Öndə durub təmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Bahadırlar səngəri, basılmazdır Azərbaycan əskəri. Duamızdır el obanın nəzəri, əbədiyyət soraqlıdır sənin. Mübarəkdir, mübarəkdir zəfərin. 44 günlük qəhrəmanlıq dastanı heyran edib el obanı dünyanı. 44 günlük qəhrəmanlıq dastanı heyran edib el obanı dünyanı. Azərbaycan qələbənin ünvanı, Azərbaycan qələbənin ünvanı. Öndə durub təmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Öndə durub təmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Qarabağ Azərbaycandır. Qarabağ Azərbaycandır. Azərbaycan qələbənin ünvanı, Azərbaycan qələbənin ünvanı. Öndə durub təmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Öndə durub təmir yumruq rəhbərim, mübarəkdir, mübarəkdir zəfərim. Mübarəkdir, mübarəkdir zəfərim. Mübarəkdir, mübarəkdir zəfərim. 2006-cı ildə nəşr edilən müəllifin Vətən Aşiqləri kitabı Təhsil Nazirliyi tərəfindən bəyənilərək orta məktəblərdə dərslik kimi paylanılıb. Elimiz, obamız, kəndimiz birdir. Bizlər də birləşib olarıq sirdaş. O yerlər, o yurtlar, ocaqdır, pirdir. Mən də o kətdənəm,
o kənddən qardaş. Göynüyür burnumun ucu o kənd üçün, o çöl üçün, çəmən üçün, bərək üçün, bənd üçün. Neynirəm yağbalı, öləm o qənd üçün. Mən də o kətdənəm, o kətdən qardaş. Harda bir ürəyi xallanmış görsən, çöhrəsi, gül üzü allanmış görsən, həsrəti gözündən sallanmış görsən, yaxınlaş söylə ki, gəl quraq bardaş. Mən də o kətdənəm, sən də a qardaş. Mən də o kətdənəm, o kətdən qardaş. Nəsibə İsrafil qızının yaradıcılığı bir çox qələm adamları tərəfindən bəyənilib, yüksək qiymətləndirilib. Dəyərli ziyalımız Akademik Nizami Cəfərovun Nəsibə İsrafil qızı haqqında söylədiyi ürək sözlərini dinləyək. Nəsibə İsrafil qızı son illər bizim poeziyamızda ən belə fəal çalışan, dəyərli əsərlər, dəyərli şeirlər yazan, aktual mövzulara müraciət edən, çox səmimi duyğularını ifadə edən, milli hissləri çox zəngin olan bir şairdir. Azərbaycan prezidentinin onu tərəqqi medalı ilə təltif eləməsi də əlbəttə bizim hamımızı sevindirdi. Çünki bu Nəsibə xanımın həm zəhmətinə, həm də istedadına verilən qiymət. Mən əminəm ki, Nəsibə xanım bundan sonra daha gözəl əsərlərini yazacaq. Onun xüsusilə onun qarşısında çox geniş bir mövzu var. Bu da Qərbi Azərbaycan mövzusudur ki, Nəsibə xanım o mövzuya həssasdır. Qərbi Azərbaycanda, Vedi mahalında dünyaya gəlib. Elə məsələlər var ki, onu ancaq Nəsibə xanım yaza bilər, yəni bu mövzularda. Çünki o hisslər onun üçün çox doğmadı. O hissləri o neçə illərdir yaşadır və mübarizə aparır və bizi də o mübarizəyə ruhlandırır ki, ərazi bütövlüyümüz təmin olunsun. Yəni, Nəsibə xanım bu istiqamətdə fəaliyyətini, yaradıcılığını davam elətdirəcək və bundan sonra da çox dəyərli mükafatlar alacaq. Mən Nəsibə xanımı yeni kitabı münasibətilə də ürəkdən təbrik edirəm. Ürək çırpıntılarını, qəlb döyüntülərini mirvari kimi misralara düzən Nəsibə xanım yazır. Pətəkdədir diləyimin ballısı, gözəl lalə toy nişanın xallısı, çalınacaq ulu Turan yallısı, coşub çağlayacaq nəğməkar dillər, müharibə istəmirik ay illər. Şair bütün tribunalardan müharibə istəmirik şüarını səsləndirməklə bərabər, xalqların, millətlərin sülh, əmin-amanlıq şəraitində, mehriban qonşuluq mühitində yaşamasını arzuluyur. Nəsibə xanım Azərbaycan-İsrail Dostluq Cəmiyyətinin fəal üzvlərindəndir. 2025-ci ilin may ayında Bakıda İsrail dövlətinin 77-ci müstəqillik günü münasibətilə keçirilən tədbirdə onun iştirakı da buna bariz nümunədir. İnanırıq ki, yaxın gələcəkdə köç karvanları Qərbi Azərbaycan ellərinə üz tutacaq. O zaman yurda dönən Nəsibə İsrafil qızı doğma yurdunun daha şövqlə öz şeirlərində yeni ovqatla tərənnüm edəcək. Azad oldu Qarabağım, xəbər çatdı Rəvan xana, gülür müqəddəs bayrağım, gözün aydın olsun ana, yol alırıq İrəvana. Mən xoşbəxtəm, qismətimi Ulu Tanrı özü yazıb deyən Nəsibə İsrafil qızı əsl xoşbəxtliyini doğma Vedibasar mahalının Xalisa kəndinə döndüyü gün tapacaq. Vedimə qaytarın, vedimə məni kəlamları məhz o zaman öz təsdiqini tapacaq. Bugün dekabrın 31-idir. Sizə təqdim etdiyimiz nəğməli poeziya çələnginin müəllifi Nəsibə İsrafil qızının doğum günüdür. Dəyərli Azərbaycan xanımını ad günü münasibətilə, həmçinin dünya Azərbaycanlılarının həmrəylik günü və qarşıdan gələn 2026-cı il yeni il münasibətilə ürəkdən təbrik edirik. Nə yaxşı ki, xalqımızın sizin kimi övladları, söz sahibi olan xanımları var. Elə proqramımızın sonunda sözləri və musiqisi Nəsibə xanımın özünə aid olan Turan Odası mahnısını xalq artisti Samir Cəfərovun ifasında sizə təqdim edərək sizinlə sağollaşırıq.
Salam ellere, merdikitlere, birlik nəğməmiz düşsün dillere. Salam ellere, merdikitlere, birlik nəğməmiz düşsün dillere. Yaşasın Kur'an, var olsun Kur'an, Türk'ü korusun uca yaradan. Yaşasın Kur'an, var olsun Kur'an, Türk'ü korusun uca yaradan. Korkut soyluyuk, Ozan boyluyuk, yaşımız çoktu, gelim uluyuk. Korkut soyluyuk, Ozan boyluyuk, yaşımız çoktu, gelim uluyuk. Əziz dinləyicilər, bugün Ədəbiyyat Saatı proqramının sonuncu nəğməli buraxılışını sizə təqdim etdik. Proqramda şair, publisist Nəsibə İsrafil qızının yaradıcılığından söhbət açdıq. Proqramın müəllifi və aparıcısı mən idim, Təranə Arif qızı, səs rejissorumuz Arzu Quliyeva idi. Bayramların mübarək əziz xalqım. Birliyimiz, varlığımız əbədi olsun. Bugün 31 dekabr tək Azərbaycanlıların yox, bütöv Türk dünyasının birlik günü olsun. Qarşıdan gələn yeni ilimiz mübarək. Geyrətli verdik, dosta qardaşıq, düşmənə sərdik, Türk övladıyıq. Geyrətli verdik, dosta qardaşıq, düşmənə sərdik. Biz torpağıq, biz vətənik, aynı ulduzlu şanlı kefenik. Biz torpağıq, biz vətənik, aynı ulduzlu şanlı kefenik. Türk oğlu Türk'em, azaddır ölçem, canından keçer bize göz diken. Çok dağlar görüp yaralı sinem, sanma düşmene eylem genem. Türk ildirim, kasırga, dünyanın güneşidir. Yeryüzünü hisseden birliğin ateşidir. Dalgalanacak Turan bayrağı, şefek seçecek Türk'ün torpağı. Türk oğlu erem, vətənpərvərəm. Yaşasın Kur'an, var olsun Kur'an, Türk'ü korusun uca yaradan. Yaşasın Kur'an, var olsun Kur'an, Türk'ü korusun uca yaradan. Türk'ü korusun uca yaradan. Türk'ü korusun uca yaradan. Yaşasın Kur'an.